Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün sizlərə Biləcəri qəsəbəsində avtovağzal metrosuna çox yaxın bir məsafədə 5 mərtəbəli Daşkənd layihəli daş binanın birinci mərtəbəsində 5 otaqlı və əlavə çox böyük artırması olan mənzilimizin satışını təqdim edəcəm. Bu evin xol hissəsidir. Elə xoldan görsənir ki, ev həqiqətən də çox böyük, çox genişdir. Qeyd elədiyim kimi bina daş binadır. Qanuni 5 otaqdır, amma evin 12 metrənin 3,5 böyük artırması var. Qanuni təxmini 110 kvadrat metrdir. Artırma ilə bir yerdə 160 kvadrat metrdən bəlkə də böyükdür. Otaqlar hamısı razdeldir. Təmirə ehtiyac yoxdur. Yəni girib yaşaya bilərsiniz. Bu mənzilin perspektivi odur ki, burada rahat şəkildə 2 ailə yaşaya bilər. Çünki 2 mətbəx və 2 sanitar qovşaq evin içində var. Və əlavə addelli bir otaqlı ev var. Oranı da kirayə verilə bilər. Çünki girişi də addellidir. Yəni heç birinin bir-birinə aidiyyatı yoxdur. Təxmini 1.5 sota yaxın mənzilin bağı da var qarşısında. Bir də blokda qapının ağzında banka balon yığmaq üçün sırf kladovka kimi yer var. O da mənzil sahibinə aiddir. Yəni burada hər şey var ki, var da. Yəni olmayan heç nə yoxdur. Təmir də gördüyünüz kimi normal təmirlidir. Ən əsası daş binadır. Yerləşdiyi ərazi həqiqətən də möhtəşəm bir ərazidir. Metroya ayaqla 3-4 dəqiqəlik məsafədədir. Evin düz binanın qarşısının ağzında marketi var. Bunu da qeyd edeyim ki, binanın qarşısında mənzil sahibinə məxsus maşın saxlamaq üçün yeri də var. Yəni bir sözlə tam şəraitli evdir. Yəni bu evi alan həqiqətən də uduzmaz. Sanitar qovşaqlar indi göstərəcəm sizə. Bunlar razdeldir. Bunlar yeni təmirdən çıxıb, tam təmirli vəziyyətdədir. Qətiyyən təmirə ehtiyac yoxdur. Mənzilimizin sənəti kubcadır. Alan adam rahat şəkildə qeydiyyata düşə biləcək. Mənzil sahibinə məxsus əşyalardan da bəziləri qalacaq. Heç ev sahibi onları götürməyəcək. Videomuzu zəhmət olmasa, hörmətli izləyicilər, videomuzu sonuna kimi izləyin. Videonun dəqiqələrində sizlərə evin qiymətini təqdim edəcəm. Kimin satışda əmlakı varsa bizə müraciət edə bilər. Gərək çəkilişini edək. Tez bir zamanda satılmasına köməklik göstərək. Əlaqə nömrəmiz videonun yuxarı hissəsində var, bioda var. 070 406 83 40, 070 406 83 41-dir. İndi sizə artırmanı göstərəcəm. Baxın, sizə videonun dəqiqələrində qeyd elədiyim kimi 3,5-ın 12 metrəyə olan artırma budur. Burada da addelli mətbəx var. Baxın, addelli mətbəx və addelli sanitar qovşaq var. Həqiqətən də 2 ailə üçün çox əlverişlidir. Yəni bu ərazidə daş bina, 5 otaq, üstəlik artırma, bu qiymətə ikinci bir təklifimiz sizlərə yoxdur. Hər otağın pəncərəsi düşür, heç bir otaq yəni qaranlıq deyil. Bütün ev ümumiyyətlə işıqlı evdir. İndi daxil oluruq həyət yanı sahəsinə. Yəni həm həyət evidir, həm bina evi. Yəni həm həyət evi, həm bina evi axtaran müştərilərimizin də nəzərinə ola bilər. Yəni təxmini sot yarıma yaxın sahədir. Evin altında, bunu da qeyd edeyim ki sizə, həyətdə də sanitar qovşaq var. Bura evin böyük bağ hissəsidir. Evin altında yəni podval kimi yer də var. O da mənzil sahibinə məxsusdur. Burada sağ tərəfdə o gördüyünüz qapı, yəni bu həyətin addelini girişi var. Kim istəsə orada bir otaqlı evi addelini kirayə verə bilər. Bura podval hissəsidir. İndi mən sizə podval da göstərəcəm, o bir otaqlı evi də göstərəcəm. Sizlərə istəyirəm evin qiymətini təqdim edeyim. Evin start qiyməti 225.000 manatdır. Real alıcıya evə gəlib baxandan sonra birbaşa sahibi ilə görüşdürəcək. Qiymətdə əlbəttə ki, endirim olunacaq. Qeyd elədiyim kimi evin kubçası var. Qeydiyyata düşmək mümkündür. Kimin nə sualı olsa
Videoyu xəstə göstərən nömrəli zəhmət olmasa əlaqə saxlasın, suallarınızı cavablandıraq tam ətraflı şəkildə. Zəhmət olmasa videomuzu sonuna kimi izlədisə, videomuzu bəyənin, kanalımıza abunə olun. Kimin satışda əmlakı varsa bizə müraciət edə bilər. Sizə dediyim o bir otaqlı kirayə verilmək üçün evdə budur. Yəni, hal-hazırda bunun kirayə qiyməti 250-300 manatdır. Yəni, bunu kirayə versəz, orada sizə ən birinci çölə çıxdığımız qapını bağlasaz, yəni bu kirayənin sizə heç bir aidiyyəti olmur. Qapıdan girir, o qapıdan da çıxır. Evə heç bir aidiyyəti olmayacaq. Yəni, bu fürsəti qaçırmayın.